İlk öncə Niyazi müəllim başlayacaq ilk çıxışa. Buyurun. Çox sağ olun. Sabahınız xeyir, hər birinizi salamlayıram. Həqiqətən ilk öncəsi hər birinizi bu qədər çox sahibkarlarımızı, biznes sahiblərini, biznes idarəçiləri bir arada görmək mənim özüm üçün də çox xoş bir amildir. Biz bu forumda iştirakdan danışanda, deməli, ilk dəfə Azad bəylə, Anar bəylə forumda bu mövzunu seçəndə və danışanda strateji idarəetmə, mən özüm üçün düşündüm ki, strateji idarəetmə o qədər bir geniş bir mövzudur. Həqiqətən, bəlkə günlərlə vaxt lazımdır ki, onun barəsində danışmaq və onun, belə deyək də, bütün aspektlərini bir növ müzakirə eləmək. Ona görə düşündüm ki, məncə ən faydalısı özümün rəhbərlik elədiyi şirkətin son 3 ildə keçdiyi bir strateji yolla sizi tanış edeyim. Və bu yolda biz nələrə nail olmuşuq? Kifayət qədər çox səhvlərimiz oldu və düşünürəm ki, sizlərin də ola bilsin ki, bu yolun hansısa bir hissəsində olduğunuzu düşünərək, düşündüm ki, sizlərlə öz təcrübəmizi paylaşaraq daha uyğun ola bilər və təbii ki, ondan sonra da bu söhbəti biz davam eləyə bilərik. İlk öncə, bilmirəm nə dərəcədə xəbərdarsınız yoxsa yox, rəhbərlik elədiyim şirkət barəsində qısa xülasə verim. Aqraderi şirkəti brend olaraq ola bilsin ki, o qədər də gündəmdə deyil, siz tanımaya bilərsiniz. Amma inanıram ki, əksəriyyətiniz bizim istehsal və yaxud tədarük satdığımız məhsullara bu və digər formatda gündəlik istehlakınızda toxunursunuz. İstər çörək, istehlak elədiyiniz çörəkdə, toyuqda, ətdə, süddə, yəni gündəlik cəmiyyətimizin istehlak elədiyi məhsullarda bir növ, belə təvəzzökarlıqdan uzaq olsun, biz varıq. Şirkət olaraq 14-cü ildən etibarən biz fəaliyyət göstəririk. İlk bitkiçilik üzrə başlamışdıq fəaliyyətə. Amma danışmaq istədiyim hələ yol bir növ 23-cü ildən başlayıb. 23-cü ildə bizim səhmdarlarımızın ümumi baxış bucağından irəli gələrək artıq şirkət holding daxilində bir neçə digər şirkətlərin birləşməsindən irəli gələrək daha kəskin sürətdə buna süni merger acquisition deyirlər, yəni ki, kimsə o termindən tanışdırsa, bir növ süni şəkildə 3 dəfə, hətta mən düşünürəm bir 4-5 dəfə də hətta, yəni ki, böyüməyə doğru getdi. Və həmin ərəfədə də artıq şirkət təkcə bitkiçilik üzrə yox, bitkiçilik, taxıl emalı, heyvandarlıq və südçülük üzərində bir şirkətə dönmüş oldu və həmin ərəfədə də biz strategiyanı qurmağa başladıq. Növbəti 3 illik perioda, hansı ki, hal-hazırda biz onda yaşayırıq. 24-cü, 26-cı illər üçün bir strategiyanı qurmağa başladıq. Və bu səpkidə kifayət qədər maraqlı bir səyahətimiz oldu strategiyanı qurmaqda və onu sizlə paylaşmaq istərdim. Ümumiyyətlə, mənim başdan belə deyək də, baxışım ondan ibarətdir ki, əksər şirkətlər strategiya planlaşdırma mərhələsində uğursuz olmur. Yəni, düşünsək, biz əksəriyyətimiz kağız üstlərində kifayət qədər cəlbedici, kifayət qədər maraqlı bir strategiya qura bilirik və böyük həcmdə şirkətlərə bu şamil oluna bilir. Əksər problemlər strategiyanın planlama mərhələsindən icra mərhələsi arasında baş verən hadisələrdən irəli gələrək biz görürük ki, planlamada gözəl görsənən strategiya yekunda, icrada, bu və digər formatda istədiyimiz, nail olmaq istədiyimiz məqamlara gəlib və yaxud hədəflərə gəlib çıxa bilmirik. Şirkətimiz olaraq düşünürəm ki, sizlə paylaşmaq istədiyim, deyərdim ki, 6 əsas dərs oldu bizim üçün ki, strategiyamızın müəyyən məqamlara həm bir çətinliklər yaşadıq və həmçinin də müəyyən qədər oradan öyrəndiyimiz dərslərimiz oldu. Birinci və çox önəmli məqam vizyon və missiya və yaxud digər sözlə desək, niyə? Biz çox vaxtı
şirkət rəhbərləri olaq, deməli, biznes sahibləri olaq və s. nəyi və necə eləcəyimizə bir növ önəm veririk. Bir ideya var, gəlin onu icra eləyək. Gəlin onu nəyisə bir reallığa çevirək, gəlir mənbəyinə çevirək və s. Çox vaxtı niyə sualı arxa fonda qalır və yaxud heç də verilmir. Hər hansı bir strategiyanı formalaşanda məncə bizim üçün çox önəmli bir məqam niyə sualına ilk öncə cavab vermək. Niyə mən bu və ya digər işlə məşğul olmaq istəyirəm? O mənə nə gətirəcək? Və o niyə sualı təkcə receptionda bir vizyon, missiya, çox populyar bir terminlərdir indi. Missiya kimi reception arxasında divarın üstünə vurulmamalıdır. O həmin niyə sualını şirkətdə işləyən hər bir sıravi əməkdaşına bir növ bağlılığını gətirib çıxardandan sonra artıq biz növbəti pillələrdə o əməkdaşların, ən sıravi əməkdaşlara gəlib çatana kimi, o əməkdaşların o niyə bağlılığını təmin edəndən sonra inandırım sizi tamamilə fərqli bir icra fəallığına və strategiyanın icrasında, yəni ki, bir təkana gətirib çıxarda bilərsiniz. Bunun üçün çox maraqlı bir, mənim ən xoşladığım bir nümunə var. 60-cı illərdə hətta, bizim nə qədər vaxtımız var? Hələ ki var. 60-cı illərdə bəlkə xəbəriniz var, NASA-da bu Aya uçuş missiyası gedirdi, Apollo missiyası, bəlkə kimlərsə xəbərdardır və jurnalistlər həmin NASA bir sexlərinin birinə daxil olmuşkən, orada polun süpürən bir adamdan soruşurlar ki, siz burada nə işlə məşğulsuz? Onun verdiyi sual həmişə mənim, cavab daha doğrusu mənim həmişə yadımdadır. O onlara cavab verəndə dedi ki, mən burada Aya kosmik gəmi göndərirəm. Halbuki adam yer süpürür. Yəni, ən sıravi işçinin niyəyə bağlılığını təmin etməklə siz tamamilə fərqli leveldə bir geri dönüş alacaqsınız işçilərdən və o nə maliyyətlə, nə digər metodlarla ölçülə bilməz. Yəni bunu da xahiş edirəm ki, yəni bu öyrəndiyimiz dərslərdən birincisi mən deyərdim ki, odur. İkinci, resurslar. Daxili və xarici resurslar. Strategiyalarını yazanda, ola bilsin ki, Azad mənim xoşuna gəlməsin, Anar mənim xoşuna gəlməsin. Biz çox vaxtı konsultantlara yönümlü addımlar atırıq. Və bu tamamilə normaldır. Konsultantlarda, konsultasiya, məsləhətçi şirkətlərdə kifayət qədər geniş təcrübələr olur və s. Bizim öyrəndiyimiz dərs odur ki, bu addımı atmamışdan əvvəl dərin analiz keçirtmək lazımdır ki, bizim daxili resurslarımızın kapasitəsi hansı səviyyədədir və konsultantı cəlb eləyiriksə, bilək ki, hansı məqamlar üçün bizə çatışmayan bir kapasitə var ki, orada konsultantlar bizim üçün əlavə dəyər qata biləcək. Çox vaxtı şirkətlərin elədiyi və bizim də hardasa elədiyimiz səhvlərdən biri konsultantlara əksər yüksək inam və yekunda düşünürük ki, biz oturacaq rahat, konsultant gələcək, bizim üçün hazır bir strategiyanı masanın üzərinə görəcək. Yox, yoldaşlar, belə bir məqam mümkün deyil. Konsultant sadəcə sizin istəyinizdən, sizin, belə deyək, məsələni necə qoyacaqsınızsa, necə onlarla işləyəcəksinizsə, bir o qədər də siz yüksək bir geri dönüş ala biləcəksiniz. Bu da bizim üçün bir dərs idi və düşünürəm ki, bunu paylaşmaqda da fayda götürə bilərsiniz. Bazarınızı tanımaq lazımdır. Biz çox vaxtı bir ideya ilə gəlirik, bazarı dərindən öyrənmədən, bizim də hardasa müəyyən qədər başımıza gəlib, xüsusən də taxıl emalı sektorumuzda əksər optimistik bir hədəflərə gəlirik ki, düşünürük ki, bazar bu olacaq və slişkən bir növ optimistik bir hədəflərlə gəlməklə yekunda gördük ki, nə bazar o istiqamətdə hərəkət eləmir, nə də ki, bizim hədəflərimiz də reallığa uyğun gəlməyib. Və ona görə də bazarı öyrənərək, öz niş məhsulunu taparaq və o niş məhsulun üzərində çalışmaq daha yəni ki, düzgün bir məqam ola bilər. Mən 4-cü və 5-ci punktları hələlik üzündən keçərəm, çünki növbəti slaytlarda da onlar əksini tapır. 6-cı dərsimiz oldu ki, strategiyanı
vaxt aşırı nəzərdən keçirtmək lazımdır. Strategiya bir dəfə yazılır və sonra 3, 4, 5, baxır sizin strateji periodunuz, hədəfləriniz nədir, il ərzində dəyişməz olaraq qalır, anlayışı düşünürəm ki, artıq keçmişdə qalıb. Zaman o qədər tez-tez dəyişir, siyasi, iqtisadi, dünyada baş verən faktorlar o qədər tez-tez dəyişir. Sizdə bir proses olmalıdır ki, vaxt aşırı, o vaxtı zamanı özünüz seçə bilərsiniz təbii olaraq, amma o strategiyanı baxışdan keçirmək və hardasa cəsarətli olmalısınız ki, hardasa demək ki, tamam, 6 ay, 12 ay bundan əvvəl mən strategiyada bunu düşünürdüm eləməyə, artıq bazar dəyişdi və mən onu sadəcə müəyyən qədər xitam etməliyəm, digər istiqamətdə getməliyəm. O adaptivlik, o tez cəsarətlə qərar qəbul etmə və dəyişmə qabiliyyəti uğurlu və uğursuz şirkətləri fərqləndirdən əmillərdən birisi olur. Amma iki məqama da toxunmaq xüsusən istəyərdim və orada qeyd eləmişdim. Birincisi kommunikasiya. Strategiya qapalı kabinetlərdə yazılan bir sənəd deyil və olmamalıdır. Hardasa bizim də səhvimiz ondan ibarətdir ki, bir müddət biz bir növ dəyişmələri şirkətdə daha dar çərçivədə bir qrupla eləyirdik və geniş çərçivədə kommunikasiyanı həyata keçirtmirdik. Böyük bir dərs oldu bizim üçün, çünki böyük kollektivdə bu həm narazıçılıqları törədir, inamsızlığı gətirib çıxardır. Adamlar bilmir ki, hardasa rəhbərlik oturub strategiyanı düşünür, yekunda mənim taleyim nə olacaq, biz hara gedəcək və s. Və səmimi desəm, bir neçə çox faydalı kadrları da bunun üstündə biz itirdik. Adamlar sadəcə bizdən ayrıldılar. Strategiyanı yazarkən mümkün qədər, amma daimi kommunikasiyanı saxlamaq önəmlidir. İnsanları əvvəlcədən cəlb eləyib və insanlara paylaşmaq ki, biz hansı istiqamətə doğru gedirik, hansı hədəfləri tutmaq nəzərdəyik. Bir, insanlarda siz onunla inam formalaşdırırsınız ki, yəni ki, onlar artıq bilirlər bir istiqaməti, niyə sualına bir növ cavabını tapmış olurlar. İki də, kollektiv düşüncə məncə hər fərdi düşüncədən daha üstün ola bilər. Çünki həmin insanlar sizə bir geri dönüş eləyə bilərlər. Siz o yolu da açanda ki, bir ideyalarla, bir strateji hədəflərlə, hansı ki, növbəti periodda sizə strateji idarə etmədə yeni bir təkanlar, yeni ideyalar, yeni təşəbbüslər gətirə bilər. Yəni, bu iki tərəfli bir yol kimi buna baxmaq lazımdır və bunun da heç də aşağı düşünməyi dəyməz. Yəni ki, bu məsələn, kommunikasiya məsələsini həqiqətən strategiya formalaşarkən ən üstün mərhələdə saxlamaq lazımdır. Və sonuncu, strategiyanın gizli mühərriki mən adlandırıram. Məşhur bir söz var, İngiliscə mən onu deyim, sonra Azərbaycan dilinə tərcümə eləməyə çalışaram. Culture eats strategy for breakfast. Bəlkə kimlərsə eşidib onu. Yəni, mədəniyyət strategiyanı səhər yeməyinə yiyir. Biraz sumbur tərcümədir. Amma reallıq ondan ibarətdir ki, siz istənilən strategiyanı yaza bilərsiniz, amma sizin şirkətinizin daxili mədəniyyəti, təşkilatı mədəniyyətdən söhbət gedirsə, o strategiyanın icrasını dəstək etmirsə, o strategiyanın heç bir faydası olmayacaq. Sizin performansını idarə etmə sisteminiz, sizin liderlərinizin kapasitəsi, liderlərin yanaşması, sizin deməli, müəyyən bir liderlik gözləntiləriniz, liderlik davranışlarınız, çünki hər şey liderlərdən. Görürsünüz ki, mən artıq bir 5 dəfə yəqin ki, lider sözümü dedim. Hər şey liderlərdən başlayır. Müəyyən bir korporativ mədəniyyət, şirkətdə gözləntilər hansı formada olmalıdır? Müəyyən bir çərçivələr, dəyərlər və o dəyərlər sadəcə bir kağız üstündə yox, amma proseslərə tətbiq olunmuş, istər belə deyək, inzibati proseslərdə, performansını idarə etmə prosesində, maaş dəyişməsinə kimi, yəni biz hansı davranışları bu şirkətdə alqışlayırıq, hansı davranışlar isə bizim üçün qəbul edilməzdir. Nəyin əsasında biz onu razılaşdırırıq?
müəyyən bir dəyərlərin, müəyyən bir gözləntilərin üzərində və onları özünüz üçün formalaşdırmalısınız. Amma onlar olmadığı təqdirdə təbii ki, hər hansı bir strategiyanın tətbiqindən, ciddi tətbiqindən danışmaq qeyri-mümkündür. Və bu da bizim üçün bir şirkət olaraq ilk prioritetlərdən birisi idi. Və ikinci məqam biznes proseslər. Yenə də biz çox vaxtı strateji, rəhbər olaraq da mən başa düşürəm adamlar, rəhbərlər söz. Rəhbərlər adətən daha üst səviyyədə olurlar. Vizyonu formalaşdırırlar, ideyalarla gəlirlər, gəlin bunu eləyək, gəlin onu eləyək, müəyyən bir biznes planları müzakirə olunur, onlar kifayət qədər cəlb edici olur və s. Amma rəhbərlərə hətta görünməyən bəzi məqamlar odur ki, bu proseslərin yerində icrası ilə sizin tutduğunuz hədəflərin, vizyonun arasında fərq nə qədər böyük olsa, bir o qədər yenə də onun icrasında çətinliklər yaranacaq. Biz yaşadığımız məqamlar da oydu ki, və böyük bir şəkildə buna fokus elədiyimiz məqamlar ki, biznes proseslərinizə fokuslanın. Biznes proseslər bunlar istər maliyyə biznes prosesləri olsun, satın alma prosesləri, insan resursları, kommersiya prosesləri və s. və s. və ilaxır. Yəni, biznes prosesləri uyğun şəkildə, prosedur şəklində salmaq, proqram təminatı olsun, ERP, CRM, digər biznes prosesləri salandan sonra, yəni buna mən bir baza adlandırıram. O baza olandan sonra yalnız biz hansısa bir strateji hədəflərinə çatmaqdan gətirib çıxardırıq. Çünki bundan həm fəaliyyətiniz daha effektiv olacaq, həm də ki, təbii ki, o hədəflərə çatmaq imkanınız, şanslarınız daha yüksək olacaq. Əslində, paylaşmaq istədiyim bunlar idi. Ola bilsin ki, biraz ayrılmış vaxtından daha çox danışdım. Düşündüm ki, bu bizim keçdiyimiz yol idi. Bu prosesdə biz də bir neçə səhvlər eləmişik, danışdığım məqamlarda. Və sizi bir sualla saxlamaq istərdim ki, və bununla da nitqimi yekunlaşdırmaq, əslində, strategiya bir planlı tədbir deyil. Strategiya əslində bir liderlik vərdişinə çevrilir. Lider artıq, yəni ki, gündəmin də tələbi odur ki, lider strateji düşüncəyə malik olan bir şəxs olmalıdır və daimi o strateji düşüncəni tətbiq eləməyə. Və bunun üçün də o həm biraz əməliyyatlardan uzaq olmalıdır, his və həm ancaq uzaq olmaz qeyri-mümkündür təbii olaraq. Amma bir zaman özün üçün tapmalıdır ki, öz kalendarındakı şirkətdə lider, rəhbər sırf o strategiya olmaqla və tariflərini görməklə strateji düşüncəni tətbiq eləyə bilər. Və ən önəmli lider üçün olan sual ondan ibarətsə, komandanızı nə qurduğunu bilirmi və buna inanırmı? Lider bir səviyyədə, komanda başqa səviyyədə olması da o da bu ilgili. Təşəkkür ederim. Çok sağ olun. Size bir kısa sual olacak. Sizin bu real əlinizdən satdığınız dərslər çox qiymətlidir. Özünüz vurlarınız ki, işçilərlə inqalab olmaq lazımdır. Şirkətin missiyası, strategiyasını bilməlidirlər. Bəzən də ulduz işçilər olur, ərköyün işçilər, ərköyünlü edirlər. Bəzi şirkət rəhbərləri göz yumurlardır, fərqli yanaşır. Sizin münasibətiniz nədir məsələyə? Məsələn, şirkət dəyərlərinə münasibətdə, korporativ mədəniyyətinə münasibətdə. Məncə, bir mənalı olaraq şirkət və şirkətin hədəfləri hər bir şirkətdə çalışan fərdin şəxsi hədəflərdən daha üstün olmalıdır. Məncə, o bir mənalı olmalıdır. Yeri gələndə yəni qurban verməyə bacarmalıyıq da. İndi o ki qaldı, qurban vermək bu məncə ən kritik bir çıxış yoludur. Yaxşı işçilər, o siz dediyiniz ulduz işçilər şirkətdə önəmlidir ki, olmalıdır. Sadəcə onlarla daha qabaqcadan çalışıb, onların vizyonunu, onların istəklərini şirkətin istəklərinə uzlaşdırmaq. Çünki adətən bu işçilər, 2 dəqiqədə vaxtınızı alım, adətən bu işçilər daha progressiv, daha potensialı yüksək olan işçilər olur, mənim gördüyüm təcrübəmdən. Və təbii ki, o potensialını bu şirkətdə reallaşdırılmasının
görməyəndə və yaxud şirkətin fəaliyyətini öz potensialdan daha üstün tutduğuna görə, əksinə tamamilə, öz potensialını şirkətin potensialından daha üstün gördüklərinə görə hardasa bu məqamlar ortalığa çıxa bilir. Ona görə məncə uğurlu rəhbərin də həm çağırışı da odur, həm də uğuru da ondan ölçülür ki, o işçilərə o şirkətdə onların potensialına uyğun olan bir reallaşdırma yolu tapa bilirsinizmi ki, o potensialı tətbiq eləsinlər? Onda bu uduş, win-win belə deyək bir situasiyası olur. Çünki o adamlar həqiqətən şirkəti tamamilə fərqli bir level'a çıxarda bilirlər. Amma təəssüf ki, elə məqamlar olur ki, və bu qaçırılmazdır. Sizin şirkətiniz sadəcə, yəni ki, overqualified da deyirlər o adamlara ki, o adamın potensialına uyğun gəlmir. Onda sadəcə bu barədə açıq danışmaq lazımdır. Məncə bizim böyük bir problemimiz də ondan ibarətdir ki, biz çalışırıq məsələni bir növ malalayaq, dolayı yolla, amma nə qədər çox açıq söhbət aparsaq həmin adamlarla, məncə bir o qədər uğurlu ola bilərik. Çox sağ olun Niyaz müəllim.